Qardaş deyir ki, biz işlədiyimiz yerdə namaz qılmayan insanlar da var da, onlarla necə rəftar eləmək olar, belə necə onlarla məsələn münasibət qurmaq olar? Oradakı insanların birinci yaşlarını nəzərə alacaqsınız. Bu çox önəmlidir. Sizdən yaşlı böyükdülər, sizin taytuşdular, yoxsa sizdən balacadırlar. İkincisi, onların elmi səviyyələrini. Onlar salih savadlıdırlarmı, siravi insanlardırmı, yoxsa yəni ki, hansı səviyyədədirlər. Bu iki şeyin nəzərə aldıqdan sonra ona uyğun davranacaqsan. Məsələn, bir insan səndən yaşlıdırsa və yaxud da ziyallıdırsa, sən onunla danışmağından daha çox əxlaq təsir eləyir. Yəni, onunla gözəl davranmaq, onunla əxlaqla davranmaq, əməli olaraq dəvətin səndən yaşlı olan və savadlı olan insandan əxlaqla dəvət eləmək daha çox təsir eləyir. Yoxsa sən əyindırsa, səndən yaşlı balacadırsa və yaxud da insan elmi cəhətdən yüksək təhsil sahibi deyilsə, yavaş-yavaş dəvət edirsən. Yəni, bəzən namaza dəvət edirsən, bəzən ola bilsin ki, yəni ki, namaz qılmamağın nə qədər təhlükəli olduğuna çağırırsan, bəzən İslamın şüvarı olduğundan danışırsan və s. kimi müəyyən zaman və məkanı nəzərə alaraq. Yaxşı olar ki, əgər bu insanlarla gündəlik qarşılaşırsansa, nəinki iş yerində var, dəvət etmək üçün müəyyən qamlar seçirsən. Məsələn, birini bir gün evinə çağırırsan, birinin bir gün evinə gedəsən və yaxud bir yerdə tək görüşmək üçün bir münasibət qurasan ki, hətta yavaş-yavaş dəvət edəyəsən. Yoxsa biz demirik ki, elə harada gəldi, kim gəldi, necə gəldi, ancaq demək lazımdır. Xeyr, tarixə baxsaq görərək ki, Peyğəmbər s.ə.v yaşı nəzərə alıb, insanların elmi səviyyələrini, ziyanlı olub-olmalarını nəzərə alıb və buna görə dəvət edib. Bizə də lazım budur. İstər iş yerimizdə olsun, istər qonşumuz olsun, istər qohumumuz olsun və s. İxlasla.com saytı tərəfindən təqdim olundu.